İkinci Qarabağ müharibəsində xalqımıza qələbə sevinci yaşadan qəhrəman hərbiçilərimizdən biri, Vətən müharibəsi əlili Musayev Cabir Sadəddin oğlu 1994-cü il aprel ayının 19-da Oğuz rayonunun Kərimli kəndində anadan olub. O, 2000-ci ildə Oğuz rayonunda yerləşən Kəlbəcər rayon 113 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olub. Orta məktəbi başa vurduqdan sonra Cabir Musayev Azərbaycan Respublikası Daxili Qoşunlarının en saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışan Cabir Musayev 2019-cu ildə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi yenidən ordu sıralarına qayıdır. Bir müddət sonra o ehtiyata buraxılır. Cabir Musayev 2-ci Qarabağ müharibəsinə könüllü olaraq qatılır. O, oktyabrın 6-sında Suqovuşan istiqamətində gedən şiddətli döyüşlərdə xəsarət alır. Müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılır. Cabir Musayev 2021-ci ilin yanvar ayında 3-cü dərəcəli Vətən müharibəsi əlili kimi ehtiyata buraxılıb. Ailəlidir, 3 övladı var. Cabir Musayev 2-ci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının prezidentinin sərəncamlarına əsasən cəsur döyüşçü və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Həmçinin Vətən müharibəsi əlili medalı ilə də təltif edilib.